Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim bir mövzuya toxunam, çünki bir çox abunəçilərim bu haqda yenə də belə deyək, suallar verir. Damda bit var, gənə var, nə edək ki, biz bu toyuqlarımızı, cücələrimizi bu bitdən, gənədən qoruyaq. Bu haqda mənim kanalımda dəfələrlə video var. Yenə də istədim bir də çəkəm, paylaşam sizinlə. Deməli, hər dəfə deyirəm, yenə deyirəm. Yəni videolar çoxdur. İndi ola bilsin ki, yeni abunəçilər də qoşulurlar. Sonra o köhnə videolar tapanmırlar və ya. Amma yazsanız ki, toyuqda gənədə bit var, məncə çıxacaqdır qarşınıza. Nəysə, indi əgər tapa bilmirlərsəm şey deyək. Yenə o haqda danışmaq istərdim. Deməli, əziz izləyicilər, toyuqlarda, cücələrdə, yəni belə deyək də 2 aylıq, 3 aylıq cücələrdə bit, gənə varsa, bunun necə müalicə etmək lazımdır, o haqda məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, baytarlıqda belə xüsusi dərman satdılar. Ən yaxşı, mən yəni ondan istifadə etmişəm. Belə deyək, pəmbəyi rəngdə, roz rəngdə dərmandır, un fasonunda. Onu alırsınız, deməli, qənətlərinin altına, ondan sonra quyruqlarının üstünə, o but hissələrinə zada töküsüz, sürtüsüz. O bütün bədənindəki gənəni, biti, belə deyərdim, təmizləyir. Yəni birincisi budur. Mən bununla eləyirəm. Adını sözün düzü bilmirəm, amma belə un kimi dərmandır, rozlu rəngdə. Ondan alırsınız baytarlıqdan. Onu tək toyuğa yox, elə itə, pişiyə də sürtürlər. O bütün bitini, gənəsini belə deyərdim, tökür. Yəni o yaxşı dərmandır. Baytarlıqda var. İndi ola bilsin ki, müəyyən baytarlıqlarda yoxdur, ancaq bir çoxunda var. Ondan sonra əziz izləyici, bars. Bu zoomağazinlərdə o barsdan satırlar. Gedib oradan ala bilərsiniz. Barsı alsı fıskırdan dərmandır. Onu deməli toyuqların qənədinin altına, quyruqlarının üstünə, ondan sonra but layihələrinə fıskırdısınız və o toyuqda, cücədə, nə hündüşqada zadda varsa gənə. Bütün onları belə deyim, bitini, gənəsini təmizləyəcəkdir. Çox yaxşıdır. Ümumiyyətlə o pişik it üçün nəzərdə tutulur, ancaq toyuğa zada da o vurulur. Qiyməti arası 5-6 manatdır, ancaq çox gözəl effekt verir. Yəni gənəni, biti təmizləyir. Bars satırlar, zoomağazinlərdə o çox olur əksəriyyətlə. Düzdür, baytarlıqda da tapmaq olar, ancaq baytarlıqda əgər tapa bilməsəz, şeydə ala bilərsiniz. Onlar nə idi? O zoomağazinlərdən. Və əziz izləyici, ən yaxşı damı, ondan sonra hini zadı belə təmizləmək üçün bitdən, gənədən küldür. Mən həmişə demişəm ki, Novruz bayramlarında, bax, tonqallar yandırırlar, çərşənbələrdə zadda, onun külünü yığın, yəni təbii ki, odundan olmalıdır, düzdür, bəzi yerlərdə şey zat qoyurlar, onun adı nə idi, təkər zat, elə yox, oddan olan külü yığırsınız, vedirərlər, nə bilim, meşoxlara zada və onu dama səpsiz. Həmçinin də vannalar qoyursunuz, vannaların içinə töksüz ki, toyuq orada girsin, eşələnsin, bitin tözün və yaxud toyuqlar harda ki, eşələnirlər, belə deyək də, şey eləyirlər, o quma gedirlər, orada eşələnirlər. Bax, orada töküsüz, o bütün, orada gedib elə bir toyuq eşələnəndə bütün o kül bədənlərinə gedir və bütün bitləri, gənələri, belə deyərdim, təmizləyir. Yəni, bax, o pit, daha doğrusu kül çox yaxşıdır. Onu hətta dama töksüz, damda da bütün gənəni, biti, belə deyərdim, təmizləyir. Həmçinin də dama kerasin, nə bilim, neft zat belə fıskırda bilərsiniz ki, o taxtalılar da əgər qonublarsa, yəni daraşıblarsa,
o neftlə, zatla silisiz, eləyirsiniz, sladısınız. Bütün damı elə bil ki süpürüb eləyib, sonra da bütün divarlarına zada o şey eləyirsiniz, nefti sıxırdısınız. O belə deyərdim, təmizləyir. Bir də əziz izləyicilər, kənd yerlərində çoxunda saman zad olur. Damda nəzarət eləyərək, yəni çoxlarınız deyəcəksiniz ki, odun zat da belə deyək də kül zat tapmaq olmur, eləmi şey eləmirik. Yəni təbii ki, odun yandıra bilərsiniz. Ancaq odun da yoxdursa, samanı yandıraraq nəzarət eləyərək, yəni həm damın içində tüstü zat olacaqdır, bütün o pitlər zat təmizlənəcəkdir. Həm də saman belə deyərdim, yaxşı yanır və külə çevriləcəkdir. Nəzarət eləyərək onu yandırıb kül olacaqdır bütün damda. Və toyuqlar həmən küldən düzdür götürüb toyuqların eşələndiyi yerə də tökə bilərsiniz. Ondan sonra dama da səpə biləcəksiniz, damda yandıracaqsınız. Bir çox belə yerlərə səpərək, onun adı nə idi? Samanı yandıracaqsınız. Biraz üstünə təbii ki neft tökə bilərsiniz, ancaq nəzarət eləyərək. İndi biriniz çox saman yandırarsınız, damız hinizadı yandırarsınız. Yəni başlı başına qoymursunuz da, nəzarət eləyərək elə bil ki belə deyim, samanı yandırırsınız, üstünə az-az da üstünə saman tökə belə yandırırsınız və çoxlu kül əldə edirsiniz. Həmçinin bu tüstü zat bütün damı götürür, orada bitləri, gənələri belə deyim, təmizləyir. Yəni onun iyi olan yerdən bitlər, gənələr daraşır. Və həmçinin də o küldən götürürsünüz, damın özünə səpsiz və bax belə toyuqlar harda ki eşələnirlər, yəni o özlərini belə torpaqda şeylər, ruslar ona vanna deyirlər, yəni qum vannası. Bax orada deməli, bax görürsünüz, indi burada görürsünüz, toyuqlar bax eşələnirlər qumda. Bax elə yerlərə hansı ki toyuqlar o yeri şey eləyirlər və orada gedib çox eşələnirlər. O yerlərə o külü töksüz və toyuqlar bax belə gedib eşələnəndə oradan bütün elə bir kül bədənlərinə gedir və pitlərini, gənələrini təmizləyir. Yəni ən gözəl onun növü, yəni piti, gənəni təmizləmək küldür. Yəni müəyyən insanlar deyir ki, biz eləyirik, ancaq xeyri yoxdur. Vallahi kül bir nömrəli pitin dərmanıdır. Yəni o hətta nənələrimiz, babalarımız söylürdü ki, pitdə, gənədə, küldə eşələnən toyuqda bit, gənə olmaz. Ona görə bax əziz izləyicilər, bir nömrəli dərmanı bitdi. Saman yandırın ya da od zat yandırın, kül olsun və həmən külü götürüb belə deyərdim, o toyuqların eşələndiyi yerlərə zada tökə bilərsiniz. Həmçinin də bax indi kənd yerlərində zada bir də kavaf zad eləyirlər, kömürün külü qalır. Bax o külü toyuqlar görürsünüz, bax orada toyuq eşələnir. Bax elə yerlərə töksüz, toyuqlar ümumiyyətlə elə yerlərdə eşələnir və pitlərini tökür. Yəni bax pitin bir nömrəli dərmanı küldür. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Dəfələrlə versəm də yenə də abunəçilərim bu haqda yazır. İstədim, yəqin yeni qoşulanlardır. İstədim o haqda danışam, məlumat verəm. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanallarımıza, Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza like qoyun. Çünki biri-birindən gözəl faydalı videolar gəlir. Sağ olun əziz izləyicilər, salamat qalın.